Bu günləri çox fərqli pirajki resepti ilə, yəni xəmiri ilə paylaşmaq istəyirəm sizinlə. Bunu da illərdir hazırlayıram. Uşaqların balaca olan vaxtlarından bunu hazırlayıram. Kök tərkiblidir. Yəni çox qəşəngdir, çox dadlı alınır. Keçək hazırlanmasına. Abunə butonuna basmağı unutmayın. Sizin üçün bir tıkdırsa, mənim üçün böyük bir motivasiyadır. Yeni videoları sizinlə paylaşam. Təşəkkür edirəm. Burada məndə 5 stakan undur. Bu 200 qramlıq stakanla 4 stakan tökmüşdüm. 1 stakan da sizə göstərmək üçün. Tam 5 dolu stakan, 200 ml stakanla. Üzərinə tökürəm şəkər, 1 çay qaşığı. Burada məndə 1 çay qaşığı belə tam dolu deyil də sodadır. Bu da qabartma tozu. 2 yumurta. Bu qədər, yəni 1 stakanın başından biraz az qatıq. Armudlu stakanın belə biraz az duru yağ. Burada məndə ərimiş 200 qram kərə yağı var. Onu da əlavə edirəm. Başlayıram yoğurmağa. Qatışdırdım. İndi xəmir edəcəm. Belə bu hala gələndə bibisinin balası gəlib kömək eləməyəm. Onu da tökəyə sarışım. Burada kökdür məndə. Bir dənə yekə kök rəndələmişik. Göyərti də ki isteyə görədir. Mən keşniş doğramışam xırda-xırda. Yəni istəsəz şüyüt də əlavə edə bilərsiniz ya da istəyirsiniz vurmayın, əlavə etməyin. İndi bunu qaşıqla qaçışdırmaq olmur. Başlayıram yoğurmağa. Yəni zəhmət olmasa onu gətir bura sal. Ay sağ ol. Bunu da boşaldıram bura. Baxın, xəmir alınır. Heç un lazım olmadı. Tam bu reseptlə hazırlayırsınızsa, tam dəqiqliklə eləyin. 5 stakan, 200 ml stakanla. Yəni onda əlavə olaraq xəmir un lazım olmayacaq. Baxın, xəmir hazır oldu bu şəkildə. Bu xəmirin də özəlliyi odur ki, sonradan belə kökü qatırıq, göyərtini qatırıq, amma hazır olanda pişəndə bunlar heç də bilinmir. Yəni tərkibində kök olduğu. Belə xəmiri, indi bu xəmiri qoyuram soyuducuya 2 saat. 2 saat qalacaq, 2 saatdan sonra hazırlayacağıq. Salafan kulokda. Belə. Aparam soyuducuya, 2 saat saxlayacağım. Belə soyuducudan çıxartdım. 2 saatdan çox qaldı məndə soyuducudan, amma gecədən də hazırlayıb səhərə qədər, yəni soyuducuda saxlaya bilərsiniz. Həm də ki bu xəmiri nə qədər istəsəz soyuducuda saxlaya bilərsiniz. Yəni hazır şəkildə də, bu şəkildə də. Yəni içinə içli də doldurub qoya bilərsiniz. Lazım olanda çıxardıb bişirəsiniz. Bu şəkildə də qoya bilərsiniz. Yəni problem deyil. Super xəmirdir. Qəşəng baxın. İndi bunu bölürəm hissələrə. Belə balaca göstərim. Bu şəkildə xəmirləri eləyirəm hamısını. Bu boyda. İstəsiniz böyük də edə bilərsiniz. Sadəcə bu biraz da şişəcək, qəşəng olacaq. Yəni bu boydan asıl tam qəşəng görsənir. Topları bir-bir edirəm belə, yığıram kənara. Siz bunların içinə cürbəcür içliklər hazırlaya bilərsiniz. Yəni mən pendirlə edəcəm. Pendirdə doğramışam belə xırda-xırda. Pendirdə özüm hazırlamışam. Bu şəkildə 4 bucaqlar kəsmişəm. Belə. İçinə qoyacağım inşallah. Pendirlə çox super olur. Əsas da ki səhər yeməyinə ya arada atışdırmalıq olaraq şirin çayla, adi belə, yəni çox superdir. Bir də içinə istəsəz ətlə də çox dadlı alınır. Ətlə də edə bilərsiniz. Çox super olur. Yəni o zövqə görə, istəyə görə, öz istədiyinizə görə toyuqla, ətlə, kartoşka ilə, kimlə istəyir. Daha bunu hələ belə sadə də bişirə bilərsiniz. Yəni içinə heç nə qoymadan
bişirsiniz. Yəni xəmir çox superdir, çox dadlıdır. Əsas da ki, bu xəmirdə çox nəyə xoşlayıram? Kök əlavə etmişik də. Baxın, kök var. Amma ki, xəmir qəşəng görsənir, rəngli. Amma bunu bişəndən sonra köklər bilinmir. Yəni görəcəksiniz. Yeyəndə heç bilməyən olsa ki, bunda kök yox, kök var və hazırlasaz, yəni bilməyəcəklər ki, bunun içində, tərkibində xəmirin kök var. Yəni istəyən göyərti vurmaya da bilər, o zövqə görədir, amma kök, yəni bu xəmirin gözəlliyidir. Tam bunu fərqli eləyən kökdür. 16, 17, 18. 18 dənə alındı. Mən elədiyim boy tam belə idealini qəşəng olur. Amma istəsəz daha çox balaca olsun, balacalaşdıra bilərsiniz. Yəni dediyim kimi xəmiri biraz böyük eləyə bilərsiniz, böyük olsun. Və yenə dediyim kimi mən içinə pendir qoyacağam. Kim hansı pendirdən istəsə, zövqə görə ondan da istifadə eləyə bilər və həmin pendiri içində, tərkibində, yəni qoyub içliyinə bir yerdə soyuducuda saxlaya bilərsiniz. İstədiyiniz vaxt çıxardıb, yəni sobada bişirə bilərsiniz. Super alınır. Bunları yığıram kənara. Göstərmək istəyirəm ki, necə içliyi qoyuram. Yaxından göstərim. Bu şəkildə əlimlə, yəni əllə, oxlu ilə yox, əllə belə açıram. Belə razmerdə, bu razmerdə şəkildə pendiri qoyuram və bir tərəfindən necə pirajkini aparırıq, pirajkini bura bitişdiririk. Amma bunusa bu şəkildə, yəni tam ucuna gətirmirik, buradan belə sıxıram. Yəni bura qədər gətirmirəm, burasından belə sıxıram. Belə açdım, bu şəkildə açdım. Pendiri belə qoyuram içinə, belə. Və bunu baxın, belə ucuna qədər yox, bura qədər belə. Və buradan sıxıram. Bunu belə bastırırıq da, yəni qorxmadan belə sıxın, xəmir-xəmirə yapışsın. Bunun yarısını öz hazırladığım pendirlə hazırladım. Sadə ağ pendirlə. YouTube kanalımda var, istəsəz yəni baxa bilərsiniz. Yarısını da ki, Holland pendiri etmək istəyirəm. Bu şəkildə uşaqlar bu pendirlə daha çox sevir. Bu şəkildə. Çox məsləhət görərdim ki, bunu hazırlayasınız. Əlinizdən çox tutacaq. Yəni yenə deyirəm, eləyib soyuducuda qoya bilərsiniz. Uşaqlar acıyanda, özünüz istəyəndə qoydunuz sobaya, hazır oldu. Çox qəşəng alınır. İsti-isti yemək lap super alınır. Hazır oldu. Hamısının içinə pendiri qoydum. Göstərdiyim kimi bükdüm. Yarısına ağ pendirlə, yarısındakı Holland pendirlə. İndi üzərinə yumurtanın sarısı ilə qəşəng sürtəcəm və qoyacağım sobaya. On dənəsini hazırlayacağım, isti-isti. Onda çox dadlı olur. 6 dənəsini də qoyacağım xaladenika, soyuducuya. Yəni buzluğa. Orada istəyəndə qoyacağım kənarda açılsın, sonra da qoyacağım sobada bişirəcəm inşallah. Onu yumurtalamıram. Bunların üzərinə yumurta sürtəcəm. Yəni sobaya qoyanlar. Ancaq sobada pişənlərin üzərinə yumurta çəkirəm. Onları isə bu şəkildə kulokun içində saxlayıram. Belə qoydum salafanın içinə, altısını da aparıram, qoyuram soyuducuda. Belə
Yumurta da vurdum, hazır oldu. Bir söz də söyləyim sizə. Yəni bunu hazırlamamışdan qabaq sobanızı isti eləyin ki, soba isti olsun. Bir də 40 dərəcə, 50 dərəcədə qoyun. İlk bunu bir 5-10 dəqiqə 40-50 dərəcədə olsun. Qəşəng belə onda qəşəng olur xəmiri. Belə şişir içindən. Sonra 5-10 dəqiqədən sonra 180 dərəcədə hazırlayın inşallah. 20-25 dəqiqədə hazır olacaq. Yəni ilk qoyanda 40-50 dərəcədə olsun. 5-10 dəqiqə. Sonra xodunu verin 180 dərəcədə. Qəşəng pişəcək. Çox dadlı alınır. Sobada piraşkilərim hazır oldu. Çox dadlıdır. Bunu hazırlayın, qoyun soyuducuda. Səhər yeməyində, zavtrıqda bunu hazırlayın. Şirin çayla çox super gedər. Belə atışdırmalıq çox gözəldir. Bir dəfə hazırlayıb dadına baxsaz, tez-tez hazırlayacaqsınız. Rahatçılığı da odur ki, xəmiri eləyib soyuducuda saxlaya bilərsiniz. İstədiyiniz vaxt çıxarın, sobada bişirin, yeyin. Siz də hazırlayın, nuş olsun.